Bugün Səlyan rayon Sarıvan kəndində şəhid İsmailov Aslan Əvəzoğlu'nun mövludu günü və şəhidimizin həyatına həsr edilmiş Sevda İbrahimlinin qələmə aldığı Əbədiyyət üfüqündə Parlayan Zərrə adlı kitabın təqdimatı qeyd olundu. Tədbirin təşkilatçılarına təşəkkür edirəm. Sən də təşəkkür edirəm Sevda xanıma. Bu kitabı ərsəyə gətirdiyinə görə Allah razı olsun hamımızdan, Allah hamımıza kömək olsun. Çox çətindir o həyatı yaşamaq, o kitabı yazmaq ondan da çətindir. Çünki o kitabı yazan insan o həyatı yaşaya-yaşayacaq. İnsan o həyatı yaşamasa şeir də yaza bilməz. O həyatı yaşayır o. Ona görə təşəkkür edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. İşlər üzrə nailiyyətlər arzulayıram. Allah'ın köməyi inşallah çoxlu kitablar yazasınız, şad günlərə yazasınız kitabları inşallah, şad şeirlər yazasınız. Hamınıza təşəkkür edirəm. Elgə müəllim sizə də təşəkkür edirəm. Zəhmət çəkmişsiniz, Allah canınızı sağ eləsin, Allah hamınızı var eləsin, hamınıza Allah kömək olsun, hamınıza razı. Bugün biz Aslan ocağına, Aslan işığına yığışmışıq. Aslan evladımızın, yiğit oğlumuzun. Mən bu ailə tanışlığım Əfsanə Bembilər kitabından tanış olmuşam bu ailə ilə və sonra Əbədiyyət üfüqündə Parlayan Zərrə kitabını qələmə almışam. Əvvəz atamızın ocağına Allah Taala bu böyüklüyə elə bir məqam, elə bir uca bir zirvə qismət edib ki, hər birimiz o zirvənin kölgəsindəyik. Mən də bu kitabı qələmə almaqda istədim ki, Əvəz atamızın, Gülbəniz anamızın qəlbindən keçənləri tarixə əbədiləşdirəm. Gələcək nəsillər üçün əbədi yaşar bir evladımızın kitab olsun. Nəyinə qərəzət etmişəm, atamız, anamız özü inşallah zaman göstərəcək deyəcək. Mən qürurla, fəxrlə evladımızın kitabını sizə təqdim edirəm ata. Özür nə qədər ağırdısa bir o qədər də qürurludur. Ruhu şad olsun balamızın, ruhu şad olsun. Əgər o tək bu ocağın evladıysa, indi bütün bir Azərbaycan evladıdır Aslanımız. Aslan kimi oğullarımız var olsun, ruhu şad olsun. Və bir də burada Davud Bayramovun kitabı var. O vaxt mən təqdim edə bilməmişdim valideyninə. Mənə zəng etdi, dedi, Əvəz atıya təqdim edin mən balamın kitabını. Mən Əvəz atadan onu təhvil alacam. O deyil elə bax, körfəzdən istəyər qəbul olan birine bizə gəlib dedim. Şad olsun hər birinin. Hər biri bizim evladımızdır, fərqi yoxdur. Buyurun. Sağ olun, var olun. Allah kömək olsun, hamınıza təşəkkür edirəm gəldiyinizə görə. Var olasınız. Allah Teala hamınızın qapısına şadlıq qismətləsin inşallah. Şad günləriniz olsun. Hər birinin məqamı olsun. Elimizə, obamıza mehribançılıq və sərdim sülh arzulayıram. Əslində bu oğullar yad insanları bir-birinə doğmalaşdırıb, bacı qardaş edib. Oğulların sayəsində biz sizi tanımışıq. Sizlər bu ocağı yazılıb artıq, o nəsil və nəsil artıq ötürüləcək bir-birinə. O artıq tarixdə qalacaq, yadda qalacaq. Mən də sizi bugün tanıdım, Neftçaladımdan, Neftçala təhsilatımdan sizə bizim üçün dəyərli oldunuz. Bu bayrağı 2 dəfə zəfər günündə açmışdıq. Bugün də sizə qismət oldu. Fəxrimiz siz, baş tacımsınız. Mən də təşəkkür edirəm. Neftçalada məktəblərə bizlə yürəşdir. Şəxsən öz adıma, ailəm adına, şəhid ailə adına təşəkkür edirəm hamımıza. Çox sağ olun. Mən xahiş edirəm, arxalayacağım. Mən təşəkkürüm rəhbərim. Baş üstə, bayraq məmnun şəxsi bayrağım bu qismət olmuşdu zəfər bayrağına.
Bu gün də çox qürur duydum ki, mən Səlyanda da onu sizin ocağınızda açdım. Sağ olun. O aslanımızın qisməti olmuş. Bəli, balamıza qismət oldu. Şanımıza kısmet olduğuna Hiç göre biz de sevindik. Sağ olun. Gerçekten Anamızsız, size teşekkür ediyorum. qardaşımızsız, atamızsız, baş əyilib qabağımızda. 25 may 2026-cı il tarixdə Sabunçu rayon Maşlağı qəsəbəsində 128 nömrəli məktəbdə Elan Tədris Mərkəzinin xahişi ilə və eyni zamanda Sevdək xanımın xahişi ilə 1-ci sinifə, 1-ci A sinifinə şəhidimiz Aslan İsmailovun adı verildi və həmin tədbir çox möhtəşəm oldu. Həmin tədbirdə yaxşı qonaqlarımız da iştirak elədilər, çox möhtəşəm şagirdlər də iştirak elədi. Bu böyük bir tarix idi ki, yazıldı. Tarihli bir hadisedir, yadda qalın. Allah Ben- razı olsun. Allah'ım razı olsun. Allah sizin canınızı. Biz çox sağ olun.